Bismillah. Bürclərin 8 iyul üçün ən şok proqnozu. Qoç, gün sizə gözlənilməz fürsət gətirə bilər. Tələsik qərar verməsəniz həm işdə, həm də maliyyədə qazanc əldə edə bilərsiniz. Buğa, əziyyətinizin bəhrəsini görməyə başlayacaqsınız. Gözlənilməz gəlir və ya sevindirici xəbər əhvalınızı yüksəldəcək. Əkizlər, yeni tanışlıqlar və maraqlı söhbətlər ön planda olacaq. Aldığınız bir məlumat gələcək planlarınızı dəyişə bilər. Xərçəng, ailə və şəxsi münasibətlərdə isti ab-hava hökm sürəcək. Uzun müddətdir düşündüyünüz məsələ öz həllini tapa bilər. Şir, parlamaq vaxtıdır. Liderlik bacarığınız sayəsində diqqət mərkəzində olacaqsınız. Yeni imkanlar əldə edəcəksiniz. Qız, xırda anlaşılmazlıqlar mümkündür. Sakit və düşünülmüş davranış sizi daha böyük problemlərdən uzaq saxlayacaq. Tərəzi, sevgi və dostluq münasibətlərində xoş dəyişikliklər gözlənilir. Yaradıcılıq tələb edən işlərdə uğur qazana bilərsiniz. Əqrəb, gözlənilməz xəbər və ya sirrin açılması mümkündür. Soyuqqanlılığınızı qorusanız vəziyyəti öz xeyrinizə çevirəcəksiniz. Ox atan, yeni layihə və ya səyahət planı ilə bağlı uğurlu başlanğıc edə bilərsiniz. Özünüzə inamınız sizə üstünlük qazandıracaq. Oğlaq, karyera və maliyyə sahəsində müsbət irəliləyişlər mümkündür. Nüfuzlu şəxslərlə görüş faydalı olacaq. Dolça, fərqli ideyalarınız ətrafınızdakı insanların diqqətini çəkəcək. Köhnə bir arzunuz gerçəkləşməyə yaxınlaşır. Balıqlar, güclü intuisiyanız sayəsində düzgün seçim edəcəksiniz. Günün ikinci yarısı sevindirici hadisələrlə yadda qala bilər. Günün ən şanslı bürcləri Şir, Oğlaq, Ox atan. Uğur, karyera və şəxsi həyatda yeni imkanlar bu bürclərin tərəfində olacaq. Günün ən gərgin bürcləri Qız, Əqrəb və Qoç. Tələskənlik və emosional qərarlar gərginlik yarada bilər. Sakit qalmaq və hər addımı düşünərək atmaq daha faydalı olacaq.